Salam dostlar, Mikail Müşfiqin Həyat sevgisi şeirinin həm məzmununa, həm də forma xüsusiyyətlərinə baxaq. Şeir 1935-ci ildə yazılmışdı. Artıq 1935-ci ilin özü belə sizə nələrsə xatırlada bilər. Çünki bilirik ki, Mikail Müşfiq repressiya qurbanı olubdu və bu şeiri də ölümündən 3 il öncə yazıbdı. Yəni şeir 1935-ci ildə yazılıbdı. Mikail Müşfiq isə özü 1938-ci ildə cəmi 30 yaşında repressiya qurbanı olmuşdu. Və bu şeirdə də sanki şair o yaxınlaşan o təhlükəni hiss eləyir, o repressiya təhlükəsini hiss eləyir və bir növ həyatdan əl çəkmək istəmir, həyatın gözəlliklərini qoyub getmək istəmir. Sanki o yaxınlaşan o təhlükəni, narahatlığı hiss edirdi artıq bu şeirdə. Demək olar ki, şeirin hər bəndində biz bunu görə bilirik. Şeir ümumiyyətlə repressiya qurbanlarının ümumiləşdirilmiş vida nəğməsi saya bilərik. Daha sonra şeirin mövzusu nə deyə bilərik? Şeirin mövzusu şeiri görəndə, oxuyanda görürük ki, şeirdə müəllifin bir həyat eşqi var və sanki şeirin mövzusunun elə hər bəndində həmin o həyat eşqini biz görə bilirik. Ona görə də mövzusuna şairin həyat eşqi deyə bilərik. İdeyası isə yaşamaq, yaratmaq istəyi, həyatdan əl çəkməmək istəyi, insanlara olan sevgi, bağlılıq, bunları isə deməli ideyası adlandıra bilərik. Şeir ümumiyyətlə neçə bənddən ibarətdir? 10 bənddən ibarətdir gördüyümüz kimi. Əslində 11 bənddən ibarət olmalıdır, lakin burada bir bəndi verilməyibdir, amma bizim öz gördüyümüz 10 bənddir. Ona görə də deyirik şeir 10 bənddən ibarətdir. Heca sayı eyni ilə qoşmadakı kimidir. Yəni hər bəndində 11 heca var. Baxın, saysaq görərik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 hecalıdır, ancaq qoşma deyil. Qoşma olmadığını nədən görürük? Məsələn, burada görürük ki, biz son bəndində müəllifin adı verilməyib. Yəni, möhürbənd hissəsi olmadığı üçün biz bunu qoşma adlandıra bilmirik. Amma qafiyələnməsi də eyni ilə elə qoşmadakı kimidir. Baxaq, A, B, gö ilə əlləşən, A, B, deməli, gözəlləşən, əlləşən. Yenidən A, bir də yaxşı yazmadım mən, üzrlü sayın. Deməli, A, B, A, B. Bu şəkildə qeyd eləyə bilərik. Qafiyə quruluşunda elə bu şəkildə də davam eləyəcək. Burada necə əl çəkim sözləri var, hər dəfə ifadələri var, necə əl çəkim ifadələri. Bu necə əl çəkim ifadələri həm bədii sualdır, burada bədii sual istifadə olunubdur. Demək olar ki, hər bənddə bədii sual var. Eyni zamanda birinci bənddə isə qoşma kimi olduğu üçün, yəni qoşma deyil. Burada qoşma kimi, yəni birinci bənddə 2 dənə rədifdən istifadə olunubdur. Bunlar həm rədifdir, həm də bədii sualdır. Daha sonra şeirdə özünə müraciət yoxdur, amma fərqli müraciət obyektlərini görmək olur. İndi oxuduqca da baxarıq həmin o fərqli müraciət obyektlərinə. Ah, mən gündən günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göy ilə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Deməli, burada müəllif nə deyir? Deməli, dünya günü-gündən gözəlləşir. Dünya günü-gündən gözəlləşir və müəllif bu cürə gözəl dünyadan, yəni işıqlı dünyadan əl çəkmək istəmir sanki. Bu yerlə çarpışan, göy ilə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Sanki həyat bir mübarizədir. Dostlar da bu həyatda mübarizə aparırlar və belə deyir, dostdan, aşinadan mən necə əl çəkim? Yəni əl çəkmək istəmir dostlarından. Burada işıqlı dünya epitet deyil. Çünki işıqlı dünya ola bilər. Daha sonra bədii sual var. Onu da bayaq qeyd etmişdik. Dönmə bir şəbnəmə yaz səhərindən. Könül günəş kimi parla yerindən. Göylərin lacivərd ətəklərində gedən bu qovğadan necə əl çəkim? Baxın, burada bir deməli bir
xitab işlənibdir, müraciət obyekti var, könül sözü. Dönmə bir şəbnəmə yaz səhərindən. Şəbnəm nədir? Şəbnəm səhər şehi deməkdir. Səhər şehidir, şəbnəm. Deməli, burada necə qeyd edilibdir? Deyir ki, könül, yaz səhərində sən də deyir bir şeyh kimi təravətli ol. Günəş kimi deyir parla yerindən. Göylərin lacivərd ətəklərindən, yəni göylərin lacivərd ətəklərindən deyəndə, yəni gedən bu qova, yəni həyat sanki göylər qədər böyükdür. Göylərin lacivərd ətəklərində gedən bu qovğadan deyir necə əl çəkim. Qovğadan mübarizə deməkdir, bilirik ki, yəni göylərin lacivərd ətəklərində, ucalığında göylər qədər o uca olan, böyük olan həyatdan gedən bu mübarizədən deyir necə əl çəkim. Burada dönmə bir şəbnəmə yaz səhərindən bu hissədə könül günəş kimi parla yerində, bu hissədə bir təşbeh dişlənib, günəş kimi parlamaq. Daha sonra göylərin lacivərd ətəklərində gedən qovğa, burada bir metafor işlənibdir. Baxınız, dan yeri sökülmüş kimi, dostlar bir cəbhəyə tökülmüş kimi. Deməli, burada deyir, baxınız, dan yeri sökülmüş kimi. Sanki deyir, o sübh çağı olur, dan yeri sökülmüş kimi. Burada sübh çağını təsvir eləyib müəllif. Dostlar da deyir, bir cəbhəyə tökülmüş kimi. Sanki deyir, o səhər yeri, səhər çağını göstərir ki, dostların da deyir, hamısı sanki bir cəbhəyə tökülmüş kimi orada iş görürlər. Uzaqdan uzağa xam gümüş kimi, ağaran səhradan necə əl çəkim? Xam səhrada gümüş kimi parlayır. Burada səhrada gümüş kimi parlayır. Yəni burada bir təşbeh işlənibdir, gümüş kimi parlamağı. Deyir, elə bir səhradan necə əl çəkim? Burada da bir bədii sual işlənibdir təbii ki. Təbiət varlıdır, təbiət xəsis. Təbiət təzadlı verilibdir burada. Çünki təbiəti müəllif həm varlı, həm də xəsis adlandırır. Ona görə burada bir təzad var. Eyni zamanda bu təbiət iki dəfə təbiətin burada təkrarlanmağı bir təkrir əmələ gətiribdir. İşlədərkən deyir, sən onu ey mühəndis, burada bir xitab işlənibdir, ey mühəndis. Mən də qardaşlara verdiyim bu his, bu incə mənadan necə əl çəkim? Deməli, sən deyir, ey mühəndis, yəni bu təbiətdə işləyən adam, təbiətdə iş görən adama müraciət edir ki, mən də deyir, qardaşlara verdiyim bu his, mən deyir, sanki qardaşlara belə his vermişəm. Sanki deyir, cansız daşlara belə duyğu vermişəm mən. Yəni, bu cürə duyğu verən mən deyir, bu incə mənadan necə əl çəkə bilərəm? Sonra bir yanda tərlanlar, dumanlı bağlar, bir yanda kəkliklər, ayna bulaqlar. Burada tərlan bir yırtıcı quşdur. Bir yanda kəkliklər, ayna bulaqlar. Burada bir də incə məna var idi. İncə mənada epitet uşaqlar. Bir yanda tərlanlar, dumanlı dağlar, bir yanda kəkliklər, ayna bulaqlar. Burada ayna bulaq var, bu da epitetdir. Epitet var burada bir dənə. Amma dumanlı dağ ola bilər, dumanlı dağ epitet deyil. Bir yanda bülbüllər, çiçəkli bağlar. Mən bu tamaşadan necə əl çəkim? Sanki bir müəllif bir təbiəti təsvir eləyib, bir tərəfdə yırtıcı quşlar, dumanlı dağlar, bir yanda kəkliklər. Kəkliklərdə deməli, kəklikdə ov quşudur. Əslində, yəni bədii ədəbiyyatda gözəlliyin rəmzi kimi çıxış eləyir. Bir yanda deyir, bülbüllər var, çiçəkli bağlar var. Sanki şeir oxuduqca bir növ bu gözümüzün önündə canlanır bu təbiətin təsviri. Mən deyir, bu tamaşadan, yəni bu cürə gözəl bir gözəlliklərdən, bu cürə gözəl bir yerdən deyir, necə əl çəkim? Burada bir yenə də bədii sual işlənibdir. Daha sonra həyat dedikləri bu keşməkeşdən, qəlbimdə, qanımda yanan atəşdən, gecədən, gündüzdən, aydan, günəşdən, mən bu əngin fəzadan necə əl çəkim?
Həyat deyir sanki çətinliklərlə, mübarizələrlə doludur. Mənim də deyir, içimdə həyat eşqi var. Qanımda deyir yanan atəşdən, içimdə deyir həyat eşqi var. Mən deyir gecədən, gündüzdən burada bir bədii təzadlar var, gecə, gündüz. Bu əngin nədir? Yəni sonsuz. Fəzada bilirik də göy, kainat mənasındadır. Mən deyir bu sonsuz kainatdan necə əl çəkim? Qarşımda dalğalı dərin bir ümman, deyir qarşımda dalğalı dərin bir dəniz var. Ümmanı sarsıdır bir acı tufan. Sanki deyir bir acı tufan bu ümmanı neyniyir? Sarsıdır. Yəni bu dənizi sarsıdır. Sonra bəyaz köpükləri bir çiçək yapan, şeirdən xülyadan, həmin o deyir tufan ümmanı sarsıtdı, yəni onu daşdırdı. Həmin o deyir onun köpüklərindən sanki şeir bir çiçək düzəldir, çiçək yapır. Həmin deyir şeirdən xülyadan necə əl çəkim? Yəni şeirdən xülyadan əl çəkə bilməyəcəyini burada qeyd edir. Burada acı tufan var, epitet var. Sonra ulduzlar fikrimin deyir çıraqbanıdır. Bulut xəyalımın karivanıdır. Səma ki hissimin aşiyanıdır. Böyle bir səmadan necə əl çəkim? Ulduzlar sanki deyir fikrimi işıqlandırır da, yəni fikrimin çıraqbanıdır. Burada bir təşbih var bu hissədə. Bulut da deyir sanki deməli mənim xəyal dünyamdır. Yəni xəyal dünyamı daşıyandır. Xəyalımın deyir karivanıdır. Burada da bir təşbih var. Səma ki hissimin aşiyanıdır. Aşiyan bilirsiniz nədir uşaqlar? Aşiyan yəni sığınağıdır. Səma ki deyir hissimin sığınağıdır. Yəni bir növ hissim deyir səmaya sığınır da. Mən deyir belə bir səmadan necə əl çəkim? Yenə də burada bir bədii sualdan istifadə olunubdur. Xəzan deyir acısına edib təhəmmül. Sanki deyir o payızın acısına deyir dözmüşəm. Payızın kədərinə deyir dözmüşəm. Gülün kölgəsində ötəndə bülbül. Həyat, həyat deyə çırpınır könül. Könüldən sevdadan necə əl çəkim? Burada deyir xəzanın acısına, yəni xəzanın, payızın deyir acısına dözmüşəm. Gülün də deyir kölgəsindən ötəndə bülbül. Bu vaxtı deyir mənim qəlbim həyat həyat deyə çırpınır. Yəni müəllif yaşamaq istəyir. Qəlbin həyat deməli həyat həyat deyə çırpınır könül. Könüldən sevdadan deyir necə əl çəkim? Yəni mən könüldən sevdadan müəllif sanki həyatdan da əl çəkmək istəmir. Könüldən sevdadan deyir necə əl çəkim? Sən aldın aşını, aş deyəndə burada yemək mənasında deyil. Aş bilirsiz nə mənadadır burada? Yəni mənəvi gücünü, ilhamını. Sən deyir mənəvi gücünü, ilhamını yeni hisslərdən aldın. Ey cavan qələmim. Burada da bir deməli müraciət var. Ey cavan qələmim. Düşmə bəhərdən. Yəni öz yazıb yaratmaq eşqindən düşmə. Burada bir metafor işlənibdir. A dostlar, yenə burada bir müraciət var. Söyləyin mən bu hünərdən, yəni şeir yazmaq istedadımdan, bu təbii valadan necə əl çəkim? Yəni təbiətin verdiyidir bu gözəlliklərdən necə əl çəkim? Yenə də bədii sual istifadə olunmuşdur. Ümumiyyətlə şeirdə görürük ki, müəllif həyatı çox sevir. Həyatdan keçmək istəmir. Elə şeirin hər bəndində biz müəllifin bu həyata olan sevgisini, eyni zamanda bir narahatlığını görə bilirik.